İslam dininin gözəlliyindəndir. Bismillahirrahmanirrahim. İslam dininin gözəlliyindəndir ki, insanları vəzifəsinə, imkanına, irqinə, milliyyətinə, gücünə fərq qoymadan, yəni bu varlıdır, bu kasıbdır, bu nazirdir, bu fəhlədir, bu qaradəridir, bu ağdəridir kimi ayrımcılıq etmədən hamiyə eyni şəriət hökmlərini vacib buyurmuş, eyni zamanda onların Allah qatında yalnız qəlblərindəki imana, təqvaya görə birinin digərindən üstün olması vurğulanmışdır. Yeganə olaraq biz bu şeyi başqa dinlərdə, başqa cəmiyyətlərdə deyil, yalnız İslam dinində və həqiqi müsəlman cəmiyyətində görə bilərik. Buna canlı şahidi olduğumuz həc, ümrə ziyarətlərini, yaxud gündəlik olaraq məscidlərdə qılınan cəmaat namazlarını misal göstərmək olar. Belə ki, İslam şəriəti həc, ümrə ibadətində hamiyə eyni libası, eyni əhkamları vacib buyurmuşdur, onlar arasında heç bir fərqləndirmə etməmişdir. Yəni, kənardan baxan insan üçün orada iştirak edənlərin hansının varlı, hansının kasıb, hansının vəzifə sahibi, hansının fəhlə olduğunu ayırt etməsi qeyri-mümkündür. Eləcə də Allahın evi olan məscidlərdə də bütün müsəlmanlar hamısı eyni yerdə, eyni cərgədə, eyni imamın arxasında çiyin-çiyinə dayanaraq namaza qalxırlar. Onlar arasında heç bir fərqləndirmə qoyulmur. Həqiqətən bu İslam dininin gözəlliyindəndir ki, biz bu gözəlliyi başqa bir cəmiyyətdə deyil, yalnız İslam cəmiyyətində müşahidə edə bilərik. Və sallallahu aleyhi nəbiyyinə Muhammed.